Toplum TV iş üzrə keçirilən məhkəmədə bəlli olub ki, qurumun həm təsisçisi Ələsgər Məmmədlinin səhhəti saxlanıldığı tədrisxanada pisləşib. Bu barədə Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Ramil Babayev danışıb. Stat: Bir gün gecə saat 12-də bütün korpusa xəbər yayıldı ki, Ələsgər bəyin vəziyyəti pisdir və həkim çağırıldı. Gecə növbəsində çalışan həkimlər isə səriştəsizdir. Şikayətə baxmadan hamiyə eyni dərman yazırlar. O da uzun müddətdən sonra gəlib çıxır. Səhhəti bu qədər pisləşmiş insanı həbsdə saxlamaqla sizin məqsədiniz onu öldürməkdir. Statın sonu. Ələsgər Məmmədli növbəti dəfə səhhəti ilə əlaqədar ev dustaqlığından buraxılması üçün vəsadət verib. Məhkəmə bu dəfə də vəsadəti təmin etməyib. Ardınca 3-cü Respublika platformasının qurucu üzvü Ruslan İzzətlinin evində axtarış aparılan zaman çəkilən video nümayiş etdirilib. Onun müşahidə ilə polis əməkdaşları tərəfindən evdən 4800 avro tapıldığı iddia olunur. Stat: Məni digərlərindən bir gün sonra həbs ediblər və dostlarımın qaçalmazlıqda ittiham olunduğunu bilirdim. Məntiqli sual yaranır. Bilirdim ki, mənim də ardımca gələcəklər. Niyə pulları başqa yerdə gizlətmədim? Bu göstərir ki, pulu polis özü mənim evimə yerləşdirib. Statın sonu. Proses zamanı Toplum TV-nin redaktoru Müşfiq Cabbar ev dustaqlığına buraxılmaq üçün vəsadət verib. Lakin məhkəmə onun da vəsadətini təmin etməyib. Stat: 2 ilə yaxındır həbsdə saxlanansam da hansı ittihamla saxlanıldığım mənə hələ də aydın deyil. Xarici getməyi sübut kimi təqdim edirlər. Mən isə 6 ildir ölkədən xaricdə olmamışam. Statın sonu. Toplum TV iş üzrə ümumilikdə 10 nəfər cinayətçi açılıb. Onlar qaçaqmalçılıq daxil bir neçə maliyyə cinayətində ittiham olunurlar. Özləri cinayət işini qurama, həbslərini isə siyasi sifariş hesab edirlər.